Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin təşkilatçılığı ilə şəhərsalma və arxitektura ili çərçivəsində bir qrup təhsil işçilərinin İçəri şəhərə ekskursiyası təşkil edilmişdi. Əsasən coğrafiya müəllimlərindən ibarət təşkil olunmuş ekskursiyanın məqsədi həm ittifaq üzvlərinin asudə vaxtlarını və istirahətini səmərəli təşkil etmək, həm də İçəri şəhərdə yerləşən tarixi abidələrin Şirvanşahlar Sarayı, Qız Qalası və digər milli arxitektura üslubunda tikilmiş abidələrlə yaxından tanış olmaq və onları gənc nəslə, şagirdlərə təbliğ etməkdir. Komitənin fəaliyyət planına əsasən təşkil olunmuş bu ekskursiyanın reallaşması və ona dəstək olmasına görə ittifaq üzvləri adından Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlıq bildirdilər. Bugün biz Elm və Təhsil İşçiləri İsmayıllı Rayon Komitəsinin təşkilatçılığı ilə bir qrup təhsil işçinin Bakı şəhərinə, İçəri şəhərə biz ekskursiyasını təşkil eləmişik. Burada əsasən bu ekskursiyada coğrafiya müəllimləri iştirak edir. O da ona görə ki, bu ilki ilimiz olan şəhərsalma və arxitektur ili ilə bağlı həmin müəllimləri İçəri şəhərin memarlıq abidələrinə tanış olmaqdan ötəri ekskursiyaları təşkil etmişik. Burada əsas məqsəd əsasən təhsil işçilərinin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək, İçəri şəhərdə olan milli arxitektura abidələrindən yaxından tanış olmaq və onları dərs dediyi şagirdlərə onları təbliğ eləmək, aşılamaqdır. Bu layihənin həyata keçirilməsində və o bizə dəstək olduğuna görə biz Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə bütün təhsil işçiləri adından, ittifaq üzvləri adından öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Şəhərsalma və memarlıq ilinə həsr olunmuş tədbirdə iştirak etmək bir müəllim kimi mənim üçün çox böyük bir qürurdur. Ümumiyyətlə qeyd eləmək istəyirəm ki, şəhərsalma və memarlıq sırf tikinti və estetika ilə bağlı deyil. Bu mənim şəxsi düşüncəmdir ki, ümumiyyətlə şəhərlərin və memarlıq abidələrinin tikintisi təbii coğrafi şəraitlə, tarixi coğrafi amillə, eləcə də insan amili ilə sıx bağlıdır. Bu fürsətdən də istifadə edib bugünkü tədbirin keçirilməsində böyük rolu olan Həmkarlar Komitəsinə böyük bir təşəkkürümü bildirirəm. Biz bugün coğrafiya müəllimlərlə birlikdə Bakı şəhərinə, İçəri şəhərə ekskursiya təşkil olundu və biz həmin ekskursiya zamanı burada gördüyümüz tarixi abidələri, eyni zamanda memarlıq komplekslərini ziyarət etdik və gördüklərimizi getdiyimiz zaman məktəbdə və eyni zamanda ictimaiyyət arasında populyarlaşdırmağa çalışacağıq.